Pasient yanımızda bir neçə dəfə olubdur, deməsinə görə 4 dəfəyə yaxın olubdur və hər dəfəsində də pasientə kifayət qədər damar genişlənməsi problemi var və bunu vaxtında əməliyyat elətdir demişik. Əməliyyat etmirsənsə, mütləq keyfiyyətli damar corabını hər gün istifadə et demişik. Pasient bir neçə gün bundan qabaq büdrəyibdir, yıxılıbdır və bu hissəyə baxsanız qançı görə bilirsiniz, böyük bir sahədə göyərmə baş veribdir və travma fonunda həmin varikoz damarları bu hissədə baxsa, zəhmət olmasa buranı göstər. Damarın içərisində tromboflebit baş veribdir. Travmaya bağlıdır. Burada bu tromboflebit. Eyni görüntü, eyni analoji vəziyyət həm də budun bu hissəsində də baş veribdir. Yenə də biz aparatla baxanda, cihazla baxanda burada damar içərisində gördüyümüz kütlə var. Yeni yaranmış trombdur. Belə ki, travma damar divarını zədələyir və damar divarı zədələndiyi üçün həmin yerdə trombun baş vermə ehtimalı artır. Bugünkü gün xəstədə bir növ təcili bir durum yaranmışdır, amma bu adam bu əməliyyatı profilaktik olaraq vaxtında etsəydi, bugün bu hadisə fonunda bu problem, trombun yaranması baş verməzdir. Ona görə də xəstəliklərimizi nə qədər yubadırıqsa, müalicəsini nə qədər gecikdiriksə, fəsadlarla qarşılaşma ehtimalımız o qədər də yüksəlir.